Salam əziz abituriyentlər. Bugün dediyimiz kimi 1 maydan hər gün ardıcıl olaraq dərs izahlarımız və həmin dərslərə uyğun test izahlarımız qəbul tipli birinci və dördüncü qrupları əhatə edən qəbul tipli suallarımız olacaq. Bugün biz danışaq dövri sistemindən. Dövri sistemindən nələr yadda saxlamalıyıq? Soldan sağa, yuxarıdan aşağı dəyişən elementlərin xassələrini, protonların, neytronların hesablanmasını, daha sonra həyəcanlanma, RH tipli birləşmələri və s. İndi gəlin görək dövri sistemdə əsas hissələrimiz nələrdir, onlara baxaq. Dövri sistemdə əsas birinci biz fluoru bilməliyik ki, ən yüksək elektromənfi elementdir. Ən yüksək elektromənfi elementdir. Baxın, indi biz deməli lityumdan başlayırıq. Bu birinci dövr elementidir, birinci qrup elementidir. Bu isə 7-ci qrup elementidir. İndi gəlin, bax bunun əsasında, yəni biz dövri sistemdə fluorla başlasaq, dəyişənləri daha rahat tapa bilərik. Əgər ən yüksək elektromənfi element olduğunu yadda saxlasanız, bu zaman digər xassələrə əlaqələndirib tapa bilərik. Məsələn, tutaq ki, mən soldan sağa lityumdan fluora doğru gəlirəm. Yəni, lityum metaldır, fluor artıq bilirik ki, qeyri-metaldır. Onda metallıq nə ilə əvəz olundu? Qeyri-metallıqla. Onda soldan sağa qeyri-metallıq artır. Fluor ən yüksək elektromənfi elementdir. Elektromənfi olduğu üçün elektrona hərisdir. Elektron həris nə deməkdir? Elektron almaq qabiliyyəti deməkdir. Onda bu element elektron alır. Alırsa oksidləşdirici olur. Deməli, soldan sağa hansı xassələrimiz artdı? Deməli, fluor ən yüksək elektromənfidir. Qeyri-metallıq, elektromənfidirsə elektrona hərisdir. Elektrona hərissə elektron almaq qabiliyyəti var və element elektron aldıqda hansı xassəni göstərir? Oksidləşdirici xassəni. Əgər bu xassələr soldan sağa artırsa, onda bunlar yuxarıdan aşağı nə etməlidir? Azalmalıdır. Baxın, indi burada artır, bu istiqamətdə isə azalır. İndi gəlin, deməli, metallara baxaq. Bir də ki, yadınızda saxlayın, radius da soldan sağa. Məsələn, lityumun radiusu bu qədərdirsə, fluorun radiusu ondan kiçikdir. Soldan sağa radius azalır. Lityumdan sonra isə fransiyum. Yuxarıdan aşağı isə fransiyuma doğru gəlirik. Fransiyuma doğru gəldikdə elə göründüyü kimi, deməli, radius neynədir? Radius artdı. Radius artırsa, bu zaman, baxın, lityumun 2 təbəqəsi, fransiyum isə 7 təbəqəsi var. Yəni, əlbəttə ki, nüvənin xaricdəki elektrona nəzarəti azalır. Nəzarəti azaldığına görə, bu zaman, deməli, həmin elektron daha rahat itirilə bilir. Ona görə də radius artdı və səbəb oldu nəyə? Elektronun itirilməsinə. Baxın, burada elektron alanda oksidləşdiricidir. Burada elektron itirdisə, nə olacaq? Əksi proses reduksiya edici. Baxın, qeyri-metal idi, elektron aldı və oksidləşdirici oldu. Metaldır, radiusu böyüdü, elektron itirdi və bu da reduksiya edici oldu. Deməli, bu xəstə nələrə aiddir? Metallara aiddir. Deməli, dövri sistemdə elementlərin dəyişən xassələrini, bax bu, deməli, sxem üzrə öyrənə bilərsiniz. Daha sonra əsas nələrə diqqət eləməliyik? Atomun hissəciklərinə. Var atomun yüklü hissəciyi, var atomun bütün hissəcikləri. Yüklü hissəcik dedikdə proton, elektron, ancaq bu yüklü hissəcikdir, yüklü. Ancaq, deməli, neytron isə sıfırdır. Bu isə yüksüz hissəcikdir, yüksüz. Amma buna baxmayaraq, hər üçü də yerləşir atomda. Ona görə atom hansı hissəciklər dedikdə, yüklü, yüksüz hər birini götürürsünüz. Yox, atom yalnız yüklü hissəcikdir, proton, neytron. Artıq bilirik, elektronların sayı bərabərdirsə, izoelektron, neytronların sayı bərabərdirsə, izoton, protonların sayı bərabərdirsə, izotop
yəni protonların sayı bərabər olan deməli atomlar növünə aiddir. Ümumiyyətcə biz əgər danışırıqsa, elə yeri gəlmişkən bunu da deyim. İzotop, izoton, izoelektron, proton, neytron bunların hamısı danışılır elementdə. Element. Yəni elementin xassələridir bunlar. İndi gəlin görək orbitallar haqqında çox danışmayacağım. Çünki artıq yəqin ki bunlar haqqında məlumatınız var. Danışaq biz demək uçurum elementlərindən, yəni istisnalardan. Biz bilirik ki, dövrü sistemdə orbitalların deməli yarım səviyyələr üzrə dolması birinci təbəqə, ikinci təbəqə, üçüncü və dördüncü təbəqə. Hər hansı bir X elementi qəbul edirik. Burada birinci təbəqədə yalnız bir orbital var, ona görə S. İkinci təbəqədə S və P olduğu üçün, deməli P-də də 3 orbital, cəmi 4 orbital elədi. S, P, D, dördüncüdə də S, P, D, F. Burada demək, bunlar üzərində dayanmıram. Əsas mən dayanıram bax bu keçid arasında. Biz bilirik ki 3S2, 3P6, 3D0. Yəni bura qədər artıq elektronların paylanmasını öyrənmişik. Bəs nə vaxt D-yə elektron verir? Əgər 3P dolur, 4-cü S səviyyəsində elektronunu tam verərsə, yəni 2 olarsa, 2-dən sonra qaydırıb bizim boş D orbitalımıza. Və bu boş D orbitalına gələndə yadınıza qalsın, bura qədər olan elektron konfigurasiyasında 18 elektron var. Artıq 4s2, 2-ni də üstünə gəldikdə cəmi 20 elektron olur. 20 elektrona qədər əsas yarım qrupdur. Yəni sıra nömrəsi 20 dirsə, bu əsas yarım qrup elementləridir. Yəni S və P elementləri. Elə burada yazaq S və P elementləri. Qısaca yadınıza saxlaya bilərsiniz ki, 1 ilə 20 arasında sıra nömrəsi olan demək atomlar, elementlər əsas yarım qrup elementidir. Bəs əlavə yarım qrup nə vaxt başlayır? Artıq 20-dən sonra, yəni 21 30 da daxil olmaqla əlavə yarım qrupdur və metallara. Burada metal və qeyri-metallara aiddir. Ancaq 21-30 aralığı metallara aiddir. Burada elektron konfigurasiyasında asan, rahat demək, dövrü, qrupu tapmaq üçün nə edirik? Məsələn, tutaq ki, bizə veribdir 3D1, 4S2. Əzbərlədik artıq. 4S2 də daxil olmaqla 20 elektrondur. Biri də buradadırsa, deməli 21. 21-dirsə, bayaq dediyimiz kimi, hansı yarım qrupdur? Əlavə yarım qrupdur. Və bu zaman axırıncı təbəqə artıq bilirsiniz 4-cü dövr qüvvətlərin cəmində S və D toplaması olduğuna görə əlavə yarım qrup götürəsiniz. Yəni 3-cü B yarım qrupuna aiddir. Bu nə vaxta qədər belə qanun, qayda ilə davam edir? Deməli, D 4-ə qədər olduqda. Yadınızda qalsın, D heç vaxt 4 və 9 olmur. Gəlin görək, D 4 olmur, onda nə baş verir? Məsələn, bura qeyd edəyək. Tutaq ki, bizə 24 sıra nömrəsi veribdir. Bu yeri gəlmişkən elə göz yaddaşınızda qalsın, xromdur. 24-ü paylamaq üçün artıq biz əzbərlədik. 4S2 20. Əslində verməlidim 3D4. Bu olmalıdır 24. Ancaq belə bir konfigurasiya doğru deyil. Çünki bu zaman D S-dən bir elektron qəbul edir. Doğru olanı doğru. Deməli 3D5, 4S1 elektron konfigurasiyasına malikdir. Və yadınızda qalsın, D-də 5 xana var, 5-i də tək elektron qəbul edir. 5-ə qədər, yəni D tək elektronludur. S-də isə bir dənə. Bunları mütləq qəbullarda görürsünüz. Ona görə əzbərləsəniz daha yaxşı olar. Ona görə 6 dənə tək elektronu var. 4-cü dövr, 4-cü dövr, 6-cı,
6-cı B yarım qrupuna aiddir. Bir burada xromdadır, bir də sıra nömrəsi 29 olan kuprumdadır. İndi gəlin ona da baxaq, çünki mən dedim bugün ancaq istisnalara üstünlük verəcəm və bu dərsə aid müəyyən qəbul tipli testlərin nümunəsini. Baxın, yenə əzbərləmişik. 3D yazmıram. 4S2 20, 29-dan 20-si getdi, 9-u qaldı. Deməli, D-də də 9-dur. Bu zaman yenə D S-dən birini alır. Çünki burada enerji daha çox olur. D olur əslində 3D10, 4S1 elektron konfigurasiyasına malikdir. Əsas deməli, qəbul sualları 1-ci və 4-cü qrupda istisnalardan gəlir. Ona görə də bax, bu izah elədiyim qeydləri götürün. Mütləq ki, bunu qəbulda görəcəksiniz. İndi gəlin, daha sonra qüvvətlərin tapılmasını öyrədim. Yadımızdadır ki, biz məsələn, triadalara, 8-ci B yarım qrupu triadalara bölünmüşdür. Burada deməli sıra nömrəsi 8, yəni qüvvəti 8, 9, 10 olan, yəni 8-ci B yarım qrupuna aiddir. 11 və 10 olan 11 və 12 isə deməli məsələn 3D demək 10, 4S1. Bir də 3D10, 4S2. Baxın, burada deməli qüvvəti əslində qrupu biz qüvvətlə tapırıq. Ancaq burada yenə istisnalardır. Qüvvət 11 eləyir. Amma biz buna baxmayaraq 11-ci qrupumuz yoxdur. 10-luğu atırıq 1-ci B yarım qrupu. Qüvvət 12 eləyir, 12. 10-luğu atırıq, 2-ci B yarım qrupunu götürürük. Və qüvvəti 8, 9, məsələn, demək 3D, 6, 4, S2, bu 8-ci B yarım qrupudur. 3D, 7, 4, S2, qüvvət 9 olur. Bizim 9 qrupumuz yoxdur. Yadımıza salaq ki, yenə də burada triadalar olduğuna görə, yəni Mendeleyevin dövr sistem cədvəlini görsəniz, orada 8-ci qrupu triadalara bölmüşdür. Burada 9 olmadığı üçün 8 B yarım qrupu götürürsünüz. Daha sonra deməli 3 D8, 4S2, qüvvət 10-dur. Yəni 10 olmadığı üçün yenə 8-ci B yarım qrupu götürürük. Daha sonra orada RH cədvəllər var. Yadınızda qalsın, 1-ci və 3-cü qrup elementləri ancaq bərk birləşmə əmələ gətirir. Hamısı metallardır. 1-dən istisna hidrogeni yadınızda saxlayın. 3-dən istisna boru yadınızda saxlayın ki, bunların daha doğrusu borun yalnız hidrogenli birləşməsi qasandadır. Çünki hidrogen deməli hidrogen deyə birləşməsi dövr sistemində olmur, bəsit maddə əmələ gətirir. Daha sonra buradan ayrı deyəcəklərim əsas hissələr bunlar idi. RH cədvəlinin izahı ayrıca YouTube kanalımızda var, oradan baxa bilərsiniz. İndi gəlin dövr sisteminə aid qəbula düşə biləcək suallara və test nümunələrinə baxaq 1-ci və 4-cü qruplar üçün. Məsələn, belə bir sual var 1-ci qruplar üçün. Deyir, hansı elektron formullu atomun normal halına uyğundur. Elə yeri gəlmişkən həm nəzəri, həm də praktik hissəsini izah edeyim. Məsələn, deməli 3S2, 3P3, 3D2. Biz hardan bilirik bunun həyəcanlandığını? Çünki S-də cüt elektronlar var. P-də isə 3 dənə tək elektron var. Artıq D-yə də keçid baş verdiyi üçün 5 dənə xanası var. Buradan çəkək. 2. Artıq bu deməkdir ki, yəni P-dən normal halı deyil. Çünki normal halı olsaydı, əvvəlcə bu təklər cüt olardı. Ki, atom normal halında olsun. Bu atom həyəcanlanıb 5 deməli tək elektron yaradıbdır ki, onda bu bunun həyəcanlanma halına uyğun gəlir. Daha sonra məsələn 2S2, 2P3. 2S2, 2P3.
Deməli bu artıq deməli atomun baxaq görək. Bu atomun normal halıdır. Çünki burada həyəcanlanma baş vermirdi. Ancaq məsələn bu nümunəyə baxsanız 2s1, 2p3. Burada artıq S-də tək elektron var. Deməli bu P-yə də keçid eləyib. Çünki S-də maksimum 2 elektron olur. 2 elektrondan demək biri bura keçibdir. Onda bunun əvvəlki vəziyyəti 2s2, 2p2 imiş ki, həyəcanlanandan sonra deməli P3 olubdur. Daha sonra Venn diaqramımız var. Məsələn, kuprumdan feriumu veribdir. Gəlin baxaq, kuprumdan ferium. Mütləq qəbulda kuprumdur, xromdur. Bu uçurum elementlərin elektron konfigurasiyasını əzbər bilin ki, onları daha rahat yaza biləsiniz düşəndə. Məsələn, kuprumun sıra nömrəsi 29-dur. 29-dur. Feriumda isə 26-dır. Deməli, normal halda. Biz onda hər ikisi üçün elektron konfigurasiyasını açırıq. Artıq əzbərlədik 4s2 20, 3d 9 olur. Ancaq 9 olmadığına görə 10 bura veririk. Bir də S-ə veririk. Əvvəlində yazsaq 1s2, 2s2, 2p6, 3s2, 3p6. Biraz yerimiz az oldu. 26 üçün də yazacaq. 1s2, 2s2, 2p6, 3s2, 3p6 artıq 18. 4s2 20 deməkdir. 3d6 isə 26. İndi deyir 12p elektronu var. Baxaq görək. 3p6, 2p6. Bəli, 12. Deməli 12 burada kuprum üçündür. 2p6, 3p6 burada da 12. Yəni Venn diaqramının orta hissəsinə nə getdi? 12 dənə elektron getdi. 7 dənə S elektronu var. Baxaq. 2, 2, 2 də burada 6, bir dənə də burada. Deməli 7 S elektronu kupruma aiddir. Kupruma aiddir. Bir cütləşməmiş elektronu var. Gəlin burada da baxaq. 2, 2, 2, 6, 2 də burada 8. Burada isə 8 elektronu var. 8 S elektronu var. Bir cütləşməmiş elektronu var. Bir cütləşməmiş elektron yalnız kupruma aiddir. Çünki burada S-də bir dənə tək elektron var. Burada isə cütləşmişdir. Tək elektron D-dədir. Bir də yadınızda saxlayın. D maksimum 10-dur. 10-dan 6-sını çıxırsınız. 4 dənə tək elektronun sayını tapa bilərsiniz. Yeri gəlmişkən onu da deyim. Artıq tapdıq 4 dənə cütləşməmiş elektron. Yəni bu da 4 tək elektron da bura aiddir. Yəni artıq doğru variantımız çıxdı. Daha sonra deməli birinci qruplar üçün kalium sıra nömrəsi 19-dur, üstü müsbət 1-dir. Buradan yazaq. Kalium müsbət 1, 19. Deməli bu deməli iyonda olan P elektronlarının sayını S elektronlarının sayını neçə dəfə çox olduğunu istəyir bizdən. 19-dur, birin itirdi. İtirdisə katyon olur. Yadınızda saxlayın. Katyon. 18 elektronu var hal-hazırda. Çünki iyonda deyir elektronların sayı. 18-i açsanız 1s2, 2s2, 2p6, 3s2, 3p6. Deyir ki, P elektronlarının sayı S elektronların sayından neçə dəfə çoxdur? Gəlin P-ləri tapaq. 6P buradadır, 6P buradadır. P-lərimiz elədir 12. S-lərimiz isə 2, 2, 2 də burada, S də 6-dır. P elektronların sayı neçə dəfə çox olduğunu deyirsə, 12-ni 6-ya bölüb 2 dəfə çox olduğunu tapa bilərsiniz. Daha sonra deməli, burada belə bir sual var. Atomların radiusu ilə bağlıdır. Yəni, hər il görə biləcəyiniz suallar tipindəndir. Demək, X, Y, Z elementləri verilibdir. Elektron konfigurasiyası 3s1, daha sonra 3s2, 3p3, 3s2, 3p5, 3s2, 3p5. Demək, radiusu bir neçə üsulla tapmaq olar.
Yadınızda saxlayın ki, məsələn, bu birinci qrup elementidir. X-i burada yerləşdirək. Bu 5-ci qrup elementidir. Məsələn, Y-i 5-ci qrupda yerləşdirək. Bu isə 7-ci qrup elementidir. Z-i isə 7-də yerləşdirək. Biz bayaq dedik ki, soldan sağa radius neyinir? Kiçilir. Radius azaldığı üçün onda bizdən radiusun artma sırası. Tərsinə, yəni bizdə Z, Y, X ardıcıllıq kimi gələ bilərik. Bu birinci qruplar haqqında deyəcəyimiz suallara aid nümunələr idi. Bir də belə bir atom modelləri çox deməli tez-tez görürük. Bunlar qəbullarda, sınaqlarda. Düzdür, sadə sual olsa da, baxırsan ki, uşaqlarda biraz təsəvvür çətin yaranır atom modeli ilə bağlı. Belə bir model verilmişdi, mərkəzdə nüvədir. Ətrafında isə 2 dənə birinci təbəqədə, bu təbəqələrdə. Yəni biz X elementində təbəqələr çəkəndə bu əslində formal olaraq belə göstərilir. Əslində bu atomun ətrafında olan sferaların sayı deməkdir. Və onun üzərində də yerləşən elektronlar, məsələn 2, 8 yazmırıq. Baxın, bax bu 2, bax bu təbəqənin göstəricisidir. Bu 8 ikinci təbəqənin göstəricisidir. Burada isə hal-hazırda 1, 2, 3, 4, 5 dənə elektron verildi. Bizə baxaq. 5 elektron. Dövr qrup desək, biz dövrü tapmaq üçün təbəqələri sayıram, elə yeri gəlmişkən ikinci dövrdür. Qrup dedikdə xarici təbəqədəki elektronları götürürəm. 1, 2, 3, 4, 5. 5-ci A yarım qrupuna uyğun gəlir. Deyir, valent elektronları, artıq valent elektronları 5-dir. Daha sonra cütləşməmiş elektronların sayı 5-ci qrup üçün deməli yaza bilərik 2s2, 2p3. P də 6 dənə maksimum elektron qəbul edir. Bunun hal-hazırda 3-ü təkdir. Tək elektron deməli 3-ə bərabərdir. Tam dolmuş orbital dedikdə artıq bunun əvvəlində yazsaq, baxın, 1s2. 2 dənə orbitalı tam dolubdur. Bu S-də, bu S-də. Deməli, dolmuş orbital. Dolmuş orbital 2-yə bərabərdir. Daha sonra demək, belə bir sualımız var. Hansı elementin valent elektronlarının sayı ümumi elektronların 70%-ni təşkil edir? Burada artıq bir-bir elementlərin valent elektronlarını çıxarda bilərik. Məsələn, burada bizə verilibdir maqnezium, sıra nömrəsi 12-dir. Yadınıza qalsın, sıra nömrəsi dedikdə onun həm nüvəsinin yüküdür, həm protonlarının sayıdır. Məsələn, maqneziumdur, 12 veribdir, açırıq. 1s2, 2s2, 2p6, 3s2. Valent elektronu axırda qalan deməli elektrondur. Valent elektronu 2-dir. Ümumi elektronu 12-dir. 12-miz 100%-dirsə, valent elektronumuz X-dir. Bizə lazımdır ki, valent elektronu 75% olsun. Buradan deməli 212-yə tam bölünmür. Karbona baxaq. Karbon 6-dır. 2s2, 2p2. Valent elektronu 4-dür. 4-ü bölürük ümumi 6-ya, vururuq 100-ə. İxtisar gedir. Bu da eləyir 2, deməli 3-ə ixtisar. 2 böl 3 vur 100-ə. Burada da yəqin ki, dövr eləyir. Kalsiyuma baxaq. Valent elektron 4s2-dir. Sıra nömrəsi kalsiyum üçün 20-dir. 2-ni bölərəm 20-yə, vuraram 100-ə. Demək, buradan 10% çıxır. Bu da şərtimizi ödəmədi. Kükürdə baxaq. Oksigenə baxaq, sonra kükürdə baxaq. Mənə elə gəlir ki, oksigendir. 8-imiz 100%-dir. 8-i paylasanız 2s2, 2p4, 6 dənə elektron valent elektronudur. 6-ya isə X-dir. X də bərabərdir. 6-nı bölürük 8-ə, vururuq 100-ə. İxtisar aparsaq 3-ü bəl 4-ə, vururuq 100-ə. Elə cavab 75%-ə bərabər. Doğru variantımız oksigendir. Daha sonra demək,
Dördüncü qruplar üçün belə bir suala baxaq. XO birləşməsində oksigenin protonun sayı bütün protonların sayının 25%-ni təşkil edir. Maraqlı sualdır, yeni tipli suallardan. Demək, XO birləşməsində oksigenin proton sayı, biz bilirik ki, birdən oksigen 8 protonu var. 8 proton bizim 25%-imizdir. Burada bilmirik, protonu A qeyd eləyək. X isə 100%-dir. Buradan X-i çıxardaq, X bərabərdir, ixtisar getdi 4, 4 dəfə 8, 32. Deməli, bunu A qəbul eləmişdik. A plus 32 bərabər, yox, A plus 8. 8, çünki oksigenlə cəmləyirik, bərabərdir 32-yə, A da bərabərdir 24-ə. Deməli, bu element dediyim kimi, yəni bax gördüyünüz uçurum elementidir. 24-ü gördük. Elektron formulunu istəyir bizdən. Ona görə də 24-ü paylamaq üçün əslində öyrəndiyimiz qayda 4s2 20, 3d 4. D4 olmadığı üçün S-dən birini verirsiniz. 3d 5,